Gəlin belə bir trapesiya sualının izahına baxaq. Belə ki, bizdə şəkildə DC-nin, CF-in və AB-nin paralel olduğunu verib. Eyni zamanda B-yə bərabərdir 3C olarsa, CF-in uzunluğunu soruşur. Deməli, bizdə buranı soruşur, X-in. Və burada verilən məlumatı nəzərə alsaq, C-yə bir A desəm, bura bir A olarsa, onda bura olacaq 3A. Və buranı belə uzatsaq, burada bir qum saatı yaranır. Oxşar fiqur yaranır, oxşar üçbucaq. Və burada fikir versəm, A-nın 3A-yadırsa, onda əgər bura 15-dirsə, bura nə qədər düşəcək? 5 düşəcək. Çünki burada A-dırsa 5-dirsə, burada da 3A-ya 15 düşəcək uyğun olaraq. Daha sonra mən həmin bu X-i tapmaq üçün mənə bu üçbucaq lazımdır. Yəni bu üçbucaqda X-in 15-ə və yan tərəflərin nisbəti kimi götürə bilərəm. Məhz buna görə də artıq bu qum saatına fikir verəcəm. Bu qum saatında görürəm ki, burada 10-un 15-ə nisbətidir. Bunda yaza bilərəm ki, 10-un 15-ə nisbətidirsə, hər tərəfini 5-ə bölsəm, buna 2K, 3K deyə bilərəm. Demək ki, bura 2K, burası 3K-dır. İndi həmin bu üçbucağa D, A, B üçbucağını nəzər sala bilərik. Uyğun olaraq X-in 15-ə nisbəti, X-in 15-ə nisbəti bərabərdir 2K-nın ümumi üçbucağın tərəfinə nisbəti. Yəni 2K-nın 5K-ya nisbəti. Buradan da K-lar ixtisar gedəcək. 5 ilə 15 ixtisar 5-ə getsə, burada 1, bu dəfə 3. X də bərabərdir 2 vurulsun 3 bərabərdir 6. Doğru cavabımız 6.